3 iyun 2002-ci il. Həmin gün polislərin etiraz edən Nardaran kənd sakinlərinə tapança və avtomatla atəş açması nəticəsində 34 kənd sakini güllə yarası aldı. Bir nəfər kənd sakini Əli Həsən Ağayev güllə yarasından həyatını itirdi. Qarşıdurma zamanı Nardaran kənd sakinləri isə polisləri daşa tutmaqla cavab vermişdi. İtirazçılar tərəfindən 2 polis avtobusu və 8 avtomobil yandırıldı. Polislər Nardaranda gözləmədikləri müqaviməti ilə üzləşmişdi. Kənd sakinləri polisləri daşa tutaraq kənddən çıxartmışdı. Hadisənin ertəsi günü iyunun 4-də Nardaranda yas mərasimi və etirazlar davam edirdi. Cavanlar, məxsusən orta yaşlı uşaqlar, mən sizə bir ağsaqqal kimi amanət tapşırıram. Bizim balalarımızı əskərliklərdə incidirlər, dağlıqlarda incidirlər, hər yerdə incidirlər, təcavüz edirlər, polis əli ilə dögürlər, şikəst edirlər, çıxot gelirlər, yaralılıyırlar. Türmələrdə də görmüşük, bayırda da görmüşük, polisxanalarda da görmüşük. Bunların qabağından qaçmaq lazımdır ki, qaçsız, unsuz da sizi bu türmələrdə, bu zindanlarda, bu yerlərdə əzəcəklər. İndi ki, onlar bizi əzəcəklər, biz təcavüzkarın qabağında müstəqil dayanıq, sabit qədəm olaq və onların burnunu yerə sürtək inşallah.